Vəzifə xanım deyir ki, gəlini onu döyüb, elədir. Və boşqabı necə atıbsa, gəlib onun ayağının altında sınıb. Bəli. Hə, mən gəlim. Qoy mən gəlim. Yox, siz eşitmirsinizsə mən gəlim. Mən gəlim. Zahir bəy, mən də onun gəlini haqqında çox önəmli burada fikirlər açıqlayacağım. Amma vaxtımız azdır, tez-tez şəxsən danışaq. özü ilə olan bir danışığımdan gedir söhbət. Rəhmətli nəvəsi Sadığın yoldaşından danışır, düzdürmü? Bəli. Vəzifə xanım, mən buradayam. O eşitmir, siz Hə. deyin, mən buradan deyəcəm. Vəzifə xanım, şəxsən gəlininizlə danışmışam. Deyir, gəlinindən Çox yaxın bir adamın, mənim, yəni deyir. yaxın adamımın iş yoldaşıdır. Hə. O qədər onun haqqında ağız dolusu, gözəl sözlər dedilər ki, əxlaqlı, çox mədəni, çox səviyyəli bir qadındır. Əsla da dedilər ki, yəni ondan elə bir hərəkət mümkün deyil. Özü ki, atasının evindədir o qız. Yoldaşı hələ rəhmətə getməmişdən öncədən. Aha. Vəzifə xanım haqqında qəti pis heç bir fikir bildirmədi. Demir. Heç bir. Dedi, hətta bugün o mənim yanımda olsa, mənə dəstək olsa, mən ömrünün sonuna qədər ona iki gözüm kimi baxmağa hazıram. Gəlinin deyib ki, əgər vəzifə ana mənim yanıma gəlsə, mənlə bərabər yaşasa, ortaya başqa adamların girməsinə icazə verməsə, ömrümün sonuna qədər o qadına mən xidmət eləyərəm. Bəli. O qadın... Ona deyir, canım qurban olsun, o mənim üçün o həyat yoldaşımı böyüdüb. Bəli. Ondan mənim deyir, heç bir narazıçılığım yoxdur. Qətiyyən, gözəl qadındır, yaxşı qadındır, imanlıdır, Allah adamıdır, yaxşı adamdır, pis adam deyil deyir. Mənə qarşı heç bir pisliyi eləməyib o. Mehriban dolanmışıq deyir. Bizim dedi aramızı vuran... Deyir, bizim aramıza girən var. O girən kimdir? Zahir bəy, Rəhmətli Sevinç Sadığı... xanım, çox üzr istəyirəm. Sevinç xanım, Zahir bəy, Sevinç xanım haqlı danışır. Zahir bəy. Ki, qaynanası? Uzun müddət heç birisindən yaşamayıb. Yasemin xanımla danışır. Laf sonradan gəlibdi. O da əlindən gələni onlara, uşaqlarına... Sən o gəlindən əvvəllər narazı idin? Yox, narazı deyil. Ana bala O da deyir, səndən dolanmışıq. narazıdır. O qədər gözəl dolanmışıq. Zahir bəy, Vəzifə xanım deyir ki, gəlin məni döyür. Özü Amma belə ancaq suçluq yaradır. mənə bugün, bu dəqiqə bir video gəlibdi. Vəzifə xanım gəlinin üstünə necə gedir və döyür. Mənim əlimdə bu dəqiqə bu video. Sən onu? Bəli. Deyirsən, döyən yerdə videonu çəkiblər. Mən. Məndə video var. Göstərə bilərəm.